Hörmətli cənab prezident, Ali Başkomandan, mən Məmməd Həsən Rahib Okyazoğlu, Şəki rayon Kiçik Dəhnə kənd sakini. Mənim şikayətim Şəki rayon Kiçik Dəhnə kənd sakinləri, qardaşları Cəlalovlar, qardaşlarındandır. Elçin Cəlalov, Əlvida Cəlalov və Rahim Cəlalov qardaşlarından. Cənab prezident, Ali Başkomandan, əvvəla bizim Azərbaycan Respublikasının gözəl qanunları və bu qanunlar Şəkinin Kiçik Dəhnə kəndində bu qanunlar Azərbaycan qanunları rədd edilərək Şəkinin Kiçik Dəhnə kəndində kriminal qanunlar və Rus qanunları həyata keçirilir. Bunları da keçirənlər insanları məcbur edib bu qanunlarla yaşadan Cəlalovlar qardaşları Elçin Cəlalov, Əlvida Cəlalov və Rahim Cəlalovlardır. Bunlar heç bir qurumdan, heç bir halda çəkinmirlər. Mənə elə gəlir ki, bəzi qurumlar da bunların qarşısında artıq acizdirlər. Nəyə görə, hansı səbəbdən, amma bilinmir. Bunların arxasında kim durur, nələr durur və çox maraqlı və çox qəribədir. Hörmətli cənab prezident, Ali Başkomandan, Cəlalovlar qardaşlarına görə bir neçə insan özünə qəsd etmişdir, intihar etmişdir və heç bir halda yenə də bunlar sübuta yetirilmiş və heç bir halda heç bir kəs məsuliyyətə cəlb olunmamışdır. Şəkinin Kiçik Dəhnə kəndində Cəlalov qardaşları, Elçin Cəlalov, Əlvida Cəlalov və Rahim Cəlalov qardaşları istədikləri zaman, istədikləri insanı tuttururlar, insanı döydürürlər insanların üzünə və bunların əhatəsində, bunlar yanlarında saxladıkları bir neçə narkoman qrup dəstə də var ki, kimsə bunları dinləməzsə, bunlar yəni Rus qanunlarını dinləməzsə, kriminal qanunları dinləməzsə, həmin insana bu narkomanlar tərəfindən gedib sataşırılır və insanları məcbur edirlər hansısa bir cinayətə. Və yenə də bunlar bildiklərini etməkdə davam edirlər. Bəlkə də Cəlalov qardaşlarından minlərlə şikayət olmağına baxmayaraq, heç bir halda, heç bir tədbir görülmür və heç kim, heç bir məsuliyyətə cəlb olunmur. Yalnız bu halda cəlb olunur ki, əgər Elçin Cəlalov Rusiyanın Moskva şəhərində oturaraq kriminal aləmdə yaşayan Elçin Cəlalov İnsanları Moskva şəhərində əsarət altında yaşatmaqla, nəinki Şəkinin Kiçik Dəhnə kəndində yaşatmaqla birlikdə Moskva şəhərində də bir neçə insanlarımız bizim Rusiyanın Moskva şəhərində çalışırlar, bazarlarda işləyirlər və buna baxmayaraq Elçin Cəlalov bunları orada da əsarət altında yaşadır və insanların əlindən hətta qorxu yolları ilə pullarını mənimsəyərək və insanlara belə bir həyat yaşadır. Elçin Cəlalov adamlarını göndərir, bir neçə bölündə adam döyən insanları, can güdənləri və bir neçə insanları var. Azərbaycan vətəndaşlarıdır onlar da. Onlar göndərir, onlar əgər pul verməzsə, onlar döyülür. Döyülərkən əgər şikayət edərsə insanlar, bəli, həmən insan Rusiyada şikayət edərsə döyülməyi ilə bağlı, adam gedir Azərbaycana, Azərbaycanda artıq o tutulur. Həmən insan cinayət məsuliyyətə cəlb olunur. Elçin Cəlalov əgər pul verməzsə, insanların maşınlarını yandırdırır və mağazinlərini yandırdırır. Nə bilim, insanlara çox zorakılıq edir. Mənim Elçin Cəlalovdan pul alacağım olduqda, mən nə zamansa pulumu istəyirəmsə, pulumu tələb edərəmsə, mən döyülürəm, ya hansısa zorakılığa məruz qalıram. Cənab prezident, Ali Başkomandan sizlərdən xahiş edirik. Bunlar haqda bir tədbir görülməsini, tapşırıq vermənizi xahiş edirik. Ali Başkomandan, cənab prezident, biz sizə güvənirik. Elçin Cəlalovların bir neçə il öncə də Ali Başkomandan, cənab prezident, Azərbaycanda Şəkidə elindən bir neçə kiloqram narkotik və bir neçə ədəd silahlar çıxmaqla yenə də Elçin Cəlalov heç bir məsuliyyətə cəlb olunmur. Elçin Cəlalovun qardaşı saxta qazilik statusuyla insanlara qan uddurur və istədiyi insanı istədiyi zaman çağırıb, vurur, döyür, söyür, təhqir edir və hər bir şey edirlər. Bunların arxasında duran da Şəkinin icra başçısı Elxan Usubov, Şəki şəhər xəstəxanasının baş həkimi Məcid Əliyev başda olmaqla, bunlar bir qrup dəstə olmaqla istədikləri zaman, istədikləri insanı hər cür yolla tutturub, döydürürlər və əzdirirlər. Artıq, cənab prezident, Şəkinin Kiçik Dəhnə kənd insanları bu qanunlarla yaşamaq istəmir. Azərbaycan qanunları yaşamaq istəyir. Bəs artıq bu qanunlardan insanlar bezdi, doydu. Bizim gözəl qanunlarımız var, bizim gözəl dövlətimiz var və dövlət başçımız var. Biz sizə güvənirik. Sizə arxalanırıq, cənab prezident. Bizləri bu bəlalardan qurtarın. Və bu bəlalardan qurtarmaq üçün tapşırıq vermənizi
bəzi qurumlara, yuxarı qurumlara tapşırıq vermənizi xahiş edirik artıq dərəcədə. Yəni, bu qədərmi olar mı? İnsanlar bizim bu üç qardaşın əlində bunlar bu qədərmi güclüdürlər ki, bizim bəzi qurumlar bunların qarşısında acizdirlər. Nəyə görə? Hansı səbəbdən? İnsanlar adam öldürürlər, cinayətə cəlb olunmurlar. İnsanları döyürlər, heç bir halda məsuliyyətə cəlb olunmurlar. İnsanların nə bilim, şəxsi mülkünü yandırırlar, heç bir cinayət məsuliyyətinə cəlb olunmurlar. Və mən bu səs yazmamı bütün mediadan işıqlandırmaqlarını xahiş edirəm artıq dərəcədə. Bütün media qrupundan xahiş edirəm.